Qəhvəyi mərmər bağacığı 12-17 mm ölçüsündə qəhvəyi bədəni və mərməri xatırladan açıq rəngli ləkələri ilə tanınır. 300-dən çox kənd təsərrüfatı bitkisinə ziyan vura bilən təhlükəli zərər vericidir. Payız aylarından başlayaraq o evlərimizə divar arası boşluqlardan, havalandırma dəliklərindən və bacalardan daxil olur. Qışlamaq üçün içəri keçir. Buna görə də bu sahələrə nəzarət etmək vacibdir. Təhlükə hiss etdikdə və ya əzildikdə pis qoxu yayır. Lakin insanlara zərər vermirlər, sancmır və dişləmirlər. Əgər qışlama yerlərində vaxtında tədbir görməsək, evlərimizi tez bir zamanda doldura bilərlər. Yazda isə kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurma riski var. Bağacığı aşkar etmək üçün ağac qabıqlarını, çardağı, evlərdə isti yerləri, şkafların arxasını, yardımçı tikililəri yoxlamaq vacibdir. Toplaşmış bağacıqları süpürgə, dozsoranla təmizləmək və məhv etmək lazımdır. Onlara qarşı mübarizə üçün süni qışlama yerləri hazırlamaq məsləhətdir. Bunun üçün karton qutulara köhnə geyimləri yerləşdirin və isti şərait yaradın. Bir neçə gündən sonra qutudakı bağacıqları məhv edin. Təsərrüfatlarımız üçün gələcək təhlükənin qarşısını indidən alaq.